Özü beyaz və hərəkətsiz olan bu qadın çoxdan ölüb. Elə sinəsi üstə tutduğu bu körpə də bəmbəyazdı. Bu komada köpək belə qan içində cansız uzanıb. Barmağında üzük olan bu əl isə yəqin həlak olan əskərin əlidir. Bəlkə də elə bu qadının əridir. Bu dəhşət içində yalnız 2-3 yaşlı bu qız sağ qalıb. Kiçik əlləri ilə anasının çiynindən tutub ağlayır. O acdı, həm də çox üşüyür. Göz yaşları yanağında quruyub qalıb. Bu dəhşətdən onu yalnız Tanrı xilas edə bilər. Tanrı sənə yar olsun, balaca. 19-cu əsrdə yaşamış Belçika rəssamı Louis Galle'nin müharibə tablosuna baxanda insanın damarında qan donur. Lakin bu rəssamın adi həyatı əks etdirən əsərləri də var. Balıqçı ailəsi kimi. Bir bu qadına baxın. O sizə tanış gəlmirmi?